Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu aerohidrostatika, aerohidrodinamika bölməsinin hidrostatik təzyiq, birləşmiş qablar qanunu və atmosfer təzyiqinə aid olan testlərin izahından ibarət olacaq. Keçək əvvəlcə mövzumuzla kiçik bir tanış olaq. Deməli, baxacaq birinci mayələrin təzyiqinə. Mayenin yaratdığı təzyiq hidrostatik təzyiqdir. Hidrostatik təzyiq mayenin sıxlığı ilə və maye sütunun hündürlüyü ilə düz mütənasib olur. Baxın, burada qeyd etmişəm. Hidrostatik təzyiq maye yerləşən qabın oturacağının sahəsindən asılı deyil. Məsələn, testlərdə rastlaşacaqsınız ki, hidrostatik təzyiqin maye yerləşən qabın oturacağının sahəsindən asılı qrafikini qeyd et. Götürəcəksiniz ki, asılı deyil. Sonra burada mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi Ft bərabərdir. ρh vurulsun S. İndi baxaq birinci şəklə. Baxın, bu şəklə baxırıq. Deməli, qabın içərisində maye və burada A və B cisimləri yerləşdirilmişdir. İndi bizdən isə həmin A və B cisimlərinə maye tərəfindən təsir edən hidrostatik təzyiqi müqayisə etmək soruşulur. Hidrostatik təzyiq də qeyd etdik ki, maye sütunun hündürlüyü ilə düz mütənasibdir. İndi biz baxırıq ki, hansı cismin üzərində maye sütunun hündürlüyü daha çoxdur? Yəni, hansı cisim daha çox dərinliyə batırılır? Baxaq, A cisminin üzərindəki hündürlüyə H1 deyək, B cisminin üzərindəki hündürlüyə H2 deyək. Deməli, dərinlik artdıqca hidrostatik təzyiq artır. Ona görə də uşaqlar A nöqtəsinə, A cisminə maye tərəfindən göstərilən təzyiq B cisminə göstərilən təzyiqdən daha böyükdür. Eyni ilə təzyiq qüvvəsini də deyə bilərik. Sonra keçək digər şəklə baxaq. Digər şəkildə isə baxın, belə bir qab verilib, qabın içərisində maye var və burada 4 nöqtə verilib. Yəni, həmin nöqtələrə maye tərəfindən edilən təzyiqləri müqayisə etmək soruşula bilər. Baxaq, M və M nöqtələri qabın oturacağında yerləşdirilmişdir. M nöqtəsini də paralel olaraq M nöqtəsinin yanına köçürək. Hər iki nöqtələr oturacaqdadır və onlar üzərindəki maye sütunun hündürlüyü də eyni olduğuna görə, deməli, M və L nöqtələrinin təzyiqləri bərabərdir. Sonra gəlir N və K nöqtələri. N nöqtəsini də K nöqtəsinin yanına paralel köçürsək, görürük ki, N və K nöqtələrinin üzərində də maye sütunlarının təzyiqləri eynidir. Hündürlüklər eynisə, maye tərəfindən həmin nöqtələrə düşən təzyiqlər də bərabərdir. Amma M və L, deməli, M və L-in təzyiqi isə N və K-nın təzyiqindən böyükdür. Çünki onlar üçün, yəni maye sütunun hündürlüyü daha böyükdür. Üzərində hündürlüyü çox olduğuna görə onlara edilən təzyiq daha böyük olacaq. Sonra baxırıq bu şəkilə. Deməli, baxın, bu şəkildə biz qabın içərisində biri-birinə qarışmayan iki maye görürük və bizdən nə soruşula bilər? Deməli, K nöqtəsi qabın oturacağındadır. K nöqtəsinə hər iki maye tərəfindən edilən təzyiq nəyə bərabərdir? Bunun üçün düstur yazırıq. Deməli, K nöqtəsində edilən təzyiq hər iki mayenin oturacağı etdiyi hidrostatik təzyiqlərin cəmindən ibarətdir. ρ1 H1 vurulsun J, üstəgəl ρ2 H2 vurulsun J. M nöqtəsindəki isə təzyiqi yalnız ρ2 sıxlıqlı maye yaratdığından ona görə Pm bərabərdir. ρ2 H2 vurulsun J düsturunu yazmaqla həmin K və M nöqtələrindəki təzyiqləri müqayisə edə bilərik. Yəni, DIM test toplusunda bu cür testlə qarşılaşacaqsınız. Sonra isə, məsələn, testlərdə daha çox qarşılaşdığımız belə bir suallar var ki, deməli, ağzı bağlı, yəni içərisində maye olub, ağzı bağlı olan qabı çevirdikdə 1 və 2 nöqtələrində mayenin təzyiqi və təzyiq qüvvəsi və yaxud da ki, qabın təzyiqi və təzyiq qüvvəsi bizdən soruşula bilər. Qabı çevirdikdə maye sütununun hündürlüyü və içərisindəki mayeni də başqa bir maye ilə əvəz etmirlər və bu zaman hidrostatik təzyiq ρh düsturu ilə təyin olunub, olacaq dəyişməz. Çünki H dəyişmir, sıxlıq da dəyişmir. Amma təzyiq qüvvəsi isə F bərabər ρh vurulsun S-dir. Təzyiq qüvvəsi maye yerləşən qabın oturacağının sahəsi ilə düz mütənasibdir. Bir vəziyyətindən 2 vəziyyətinə gələndə sahə 2 dəfə azaldığından təzyiq qüvvəsi də 2 dəfə azalar. Ona görə indi mən bura sadəcə ümumi qeyd etmişəm.
təzyiq qüvvəsi, mayenin təzyiq qüvvəsi dəyişir. Nə zaman qabı çevirdikdə. Digər halda isə, məsələn, soruşulur sizdən nəyi? Qabın təzyiqi və təzyiq qüvvəsi. Qabı çevirdikdə qazın təzyiq qüvvəsi dəyişməz, çünki Ft bərabərdir mg. Amma qabın təzyiqi isə P bərabərdir F böl S düsturu ilə təyin edirik və bu zaman baxırıq ki, təzyiq qüvvəsinin sabit qiymətində təzyiq maye yerləşən qabın oturacağının sahəsi ilə tərs mütənasib olduğundan bu zaman təzyiqin qiyməti dəyişər. Yəni bir vəziyyətindən iki vəziyyətinə gələndə qabın təzyiqi 2 dəfə artacaq, çünki sahə ilə təzyiq tərs mütənasibdir. Keçək digər səhifəmizə. Digər səhifədə topluda siz mayenin təzyiqinin zamandan asılı qrafikləri ilə rastlaşacaqsınız və qrafiklərdə biraz diqqətli olmaq lazımdır. Məsələn, baxın, 3 dənə qabı burada təsvir etmişəm. Hər 3 qaba kran vasitəsilə su doldurulur. Birinci qab düzgün yüksələn qabdır. Düzgün yüksələn qabdırsa təzyiq burada zamanla düz mütənasibdir. Yəni bu bərabər sürətlə olur. İkinci qabda isə daralaraq yüksələn qabdırsa, burada artıq o bərabər sürətlə yox, artıq getdikcə, sahə kiçildikcə o bərabər yeyinləşəndə olur. Baxın, bu qrafik qurur. Üçüncü halda isə genişlənərək yüksələn qabda isə, baxın, getdikcə sahə artır. Sahə artdığından artıq orada demək, biz qeyd edə bilərik ki, burada artıq sahə artdıqca sürət azalır. Ona görə bilir ki, bərabər yeyinləşən də olur. Bu zaman təzyiqin zamandan asılı qrafikini, baxın, bu şəkildə biz qura bilərik. Bunları biz test üzərindən də tətbiqinə baxmalıyıq. Keçək digər halda isə, ikinci hal isə atmosfer təzyiqidir. Atmosfer təzyiqi bilirik ki, havanın yaratdığı təzyiqdir. Baxın, yer kürəsini əhatə edən hava atmosferdir. Havanın yaratdığı təzyiq atmosfer təzyiqidir. Yəni, yer səthindəki bütün cisimlərlə yanaşı atmosferə də ağırlıq qüvvəsi təsir edir və bu qüvvənin təsiri nəticəsində atmosferin yuxarı qatları aşağı qatlarına sıxır və yerə ən yaxın olan hava qatı daha çox sıxılaraq təzyiqi bütün istiqamətlərdə bərabər ötürülür. Yəni, bu da bildiyimiz nədir? Paskal qanunudur. Yəni, maye və qazlara edilən təzyiq hər tərəfə bərabər ötürülür. Sonra, gəlin normal atmosfer təzyiqi. Məsələn, baxın, bu tərif bizdə testlərdə soruşulur. 0 dərəcə Selsidə 760 mm civə sütunun yaratdığı təzyiq normal atmosfer təzyiqidir. Atmosfer təzyiqi barometr anaroid ilə ölçülür. Sonra dəniz səviyyəsindən başlayaraq, yəni dəniz səviyyəsindən yüksəklik artdıqca atmosfer təzyiqi hər 12 metrdən 1 mm civə sütuna azalır. Baxın, düsturu burada qeyd etmişəm. Bununla testlərdə siz yəni təzyiqin hər hansı bir hündürlükdə təzyiqin qiymətini hesablaya bilərsiniz. Sonra isə tam təzyiqi qeyd etmişəm. Tam təzyiq nədir? Məsələn, ağzı açıq qab və yaxud da ki, dəniz və göllərin səthində bir qab verilib bizə. Qabın içərisində maye varsa, mayenin qabın dibinə göstərdiyi təzyiq olacaq hidrostatik təzyiq, yəni ρh. Üzərində hava var, havanın yaratdığı da təzyiq olur, atmosfer təzyiqi. Bu zaman tam təzyiq, yəni mayenin oturacağına düşən tam təzyiq, atmosfer təzyiqi ilə hidrostatik təzyiqin cəmindən ibarətdir. Və sonra buradan bizdə məsələn maye sütununun hündürlüyü soruşula bilər. Bir də topluda həmin testlərlə tanış olmalıyıq. Sonra digər səhifəmizdə isə atmosfer təzyiqindən kiçik təzyiqləri, yəni maye və qazların təzyiqini ölçən cihaz, metal manometr var, bir də mayeli manometr var. Məsələn, burada mən mayeli manometri qeyd etmişəm. Baxın, elə birinci şəklə baxırıq. Bax, burada maye var, civə sütunu var. Bir hissəsi, məsələn, deməli, bu şəkildə borudur. Bir hissəsi açıqdırsa, burada atmosfer təzyiqi var. Burada da qazın təzyiqi. İndi biz burada qazın təzyiqinin böyük və kiçik olduğunu nə cür tapacaq? Deməli, qabın oturacağını, hansı maye sütunu oturacağa yaxındırsa, həmin maye sütunundan oturacağa paralel bir xətt çəkirik. Baxaq, deməli, bura gəlin yaza sol, digər isə sağ tərəf. Deməli, sağ tərəfdəki maye sütunu oturacağa daha yaxındır. Həmin maye sütunundan oturacağa paralel bir xətt çəkdik. Və sonra isə baxırıq. Deməli, sağ tərəfdə sadəcə qaldı qazın təzyiqi. Amma sol tərəfdə qaldı qazın təzyiqi. Amma sağ tərəfdə isə həm hidrostatik təzyiq var, yəni civənin yaratdığı təzyiq, bir də atmosfer təzyiqi. Onda bu halda qazın təzyiqi bərabərdir
Atmosfer təzyiqi ilə hidrostatik təzyiqin nəyindən? Cəmi ilə. Aydın oldu. Məsələn, indi müxtəlif şəkillərdə qeyd etmişəm bura. Məsələn, baxaq bu şəklə. Yəni, buna yazaq birinci şəkil. Birinci şəkillə baxırıq ki, artıq burada, məsələn, U şəkilli borunun, məsələn, əvvəlki ilə müqayisədə yuxarı hissəsi tam bağlıdır və burada boşluqdur. Və bu zaman qazın təzyiqi elə bərabərdir. Baxın, oturacağa paralel bir xətt çəksək, qazın təzyiqi bərabərdir. Sol tərəfdə, yəni sağ tərəfdəki civə sütununun yaratdığı təzyiqə. Baxın, yazırıq P qazın təzyiqi bərabərdir. Rho, J, H. Rho burada nədir? Civə sütununun təzyiqi. Sonra isə ikinci şəkilə baxırıq. İkinci şəkildə artıq burada boşluq deyil. Yəni artıq burada hava var. Bu zaman atmosfer qazın təzyiqi, baxın, qazın təzyiqi burada yazar P qazın təzyiqi. Burada həmin Y qazının təzyiqi, bir də hidrostatik təzyiqi var, OJ-H var. Ona qazın təzyiqi, Y qazının təzyiqi ilə hidrostatik təzyiqinin, yəni civə sütununun yaratdığı təzyiqin cəmindən ibarətdir. Sonra, məsələn, açıq şəkildə borularda da yenə baxın qeyd olunmuşdur. Deməli, birinci qabda qazın təzyiqi. Bax, bu qabın oturacağıdır, yəni manometrin oturacağıdır. Hansı maye sütuna oturacağa yaxındırsa, həmin maye sütundan oturacağa paralel bir xətt çəkirik və bu zaman biz nə görürük? Deməli, açıq qab tərəfdə təkcə burada atmosfer təzyiqidir. Digər tərəfdə isə həm qazın təzyiqi var, həm də hidrostatik təzyiq var. Və burada qazın təzyiqini tapmaq üçün, məsələn, X qazının təzyiqini tapmaq üçün atmosfer təzyiqindən həmin civənin yaratdığı hidrostatik təzyiqi çıxmalı. Yəni, düstur olaraq yazsaq, birinci yazırıq ki, X qazının təzyiqi üstə gəlir OJ-H. Yəni, borunun sol tərəfindəki təzyiqlər sağ tərəfindəki təzyiqlərə bərabərləşməli bir tənlik qurulur. Bərabərdir P0 atmosfer təzyiqinə. Və buradan da X qazının təzyiqini tapsaq, atmosfer təzyiqindən OJ-H-ı nə edirik? Çıxırıq. Sonra baxırıq, digər, məsələn, bu bir, bu isə ikinci. İkinci şəkildə isə borunun sol və sağ tərəfdəki civə sütunlarının hündürlükləri bərabərdir. Yəni, oturacağa paralel, yəni H1 bərabərdir H2-yə. Bu zaman, baxın, burada qalır qazın təzyiqi, burada da atmosfer təzyiqi və qazın təzyiqi bərabərdir atmosfer təzyiqinə. Üçüncü şəkildə isə yenə civədə, deməli, sol və sağ tərəfdəki, yəni civə sütunlarının hündürlükləri fərqlidir. Baxın, yenə biz qabın oturacağına, hansı civə sütunu oturacağa yaxındırsa, həmin hissədən oturacağa paralel bir xətt çəkdik. Və bu zaman həmin paralel xəttin, məsələn, sol tərəfdə burada təkcə qaldı qazın təzyiqi, sağ tərəfdə isə həm civə sütunu görürük biz, yəni OJ-H, civə sütununun yaratdığı təzyiq var, bir də atmosferin təzyiqi. Onda qazın təzyiqi, məsələn, bu qabdakı qazın təzyiqi atmosfer təzyiqi ilə hidrostatik təzyiqin cəmindən ibarətdir. Deməli, bu bizdə mayeli manometrdə atmosfer qazın təzyiqinin nə cür tapılmaq qaydası idi. Yəni, testlərdə görəndə diqqətli olaq. Sonra isə mövzuda bizdə olacaq birləşmiş qablar qanunu. Deməli, baxın, U şəkilli borudur. Həmin borunun oturacağında təzyiqlər bərabər götürəcəksiniz. P1 bərabərdir P2-yə. Və hər bir qulda, məsələn, burada kerasindir, burada sudur. Məsələn, burada kerasinin təzyiqi, burada da suyun təzyiqi. Rho1 açırsınız burada, ROJ-H1. Rho-nun yerinə, deməli, Rho kerasin, H kerasin bərabərdir. Rho-su, Rho-sun H-dur. Yəni, biz qeyd etdik birləşmiş qablar qanunu. Buradan biz, məsələn, kerasinin hündürlüyünü və yaxud da ki, suyun hündürlüyünü tapa bilərik. Və birləşmiş qablarda təzyiqin sabit qiymətində, yəni oturacağa düşən təzyiqlər bərabərdir. Bu zaman maye sütununun hündürlüyü ilə qabda yerləşən mayenin sıxlığı olacaq, tərs mütənasib. Hiperbola əyrisi quracaqsınız. İndi isə keçək testlərimizlə tanış olaq, yəni topluda bizə verilən testlərlə. Baxaq bir nömrəli testdən. Deməli, gölün dibinin hansı nöqtəsində suyun hidrostatik təzyiqi ən böyükdür? Qeyd etdik ki, hidrostatik təzyiq maye sütununun hündürlüyü ilə nədir? Düz mütənasibdir. Deməli, dərinlik artdıqca hidrostatik təzyiqin qiyməti də nə edəcək? Artacaq. Burada isə ən böyük təzyiq hansı nöqtəyə düşəcək? 2 nöqtəsinə. Baxın, dərinlik artdıqca cavab olacaq Y variantı. Sonra yer səthindən hansı hündürlükdə atmosfer təzyiqi daha kiçikdir?
Qeyd etdik ki, atmosfer təzyiqi hündürlük artdıqca, yəni yer səthindən yuxarıya doğru getdikcə hər 12 metrdən 1 millimetr civə sütunu azalır. Dedi ki, hansı hündürlükdə? Deməli, daha böyük bir hündürlük, yəni 2500 hündürlükdə atmosfer təzyiqi kiçik olur. Sonra 3 nömrəli testdə yer səthindən hansı hündürlükdə atmosfer təzyiqi daha böyükdür? Ona görə hündürlüyü kiçik seçməli, yaxın bir nöqtə, yəni B variantı. 4 nömrəli testdə oturacağın sahəsi verib, sonra silindrik qabdakı maye sütununun hündürlüyü verib, mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi. Baxın, bu düsturla həll edəcəksiniz. Yəni, FT bərabərdir. Mayenin sıxlığı, qravitasiya sahəsinin intensivliyi H bir də S. Yəni, bütün qiymətləri bir-birinə vurmaqla mayenin qabın dibinə göstərdiyi təzyiqi hesablaya bilərsiniz. Məsələn, 0-dan %25-ə 2-yə, sonra onu vuracaqsınız 8'e, sonra da 10'a. Burada alacaqsınız neçə? Alırıq neçə? 4000. Sonra eyni ilə 5 nömrəli testdə oxşar testdə təzyiq qüvvəsi soruşur. Baxın, təzyiq qüvvəsi sahəni verib, sonra hündürlüyü verib, təzyiqi sıxlığı verib. Qiymətləri baxın, bu düsturda yerinə qoymaqla təzyiq qüvvəsinin qiymətini hesablaya bilərsiniz. 6 nömrəli testdə isə deməli, Birləşmiş Qablar Qanunu riyazi ifadəsi soruşur. Qeyd etdik ki, məsələn, P bərabərdir OJH, Rho burada H bir-biri ilə tərs mütənasibdir və onlar arasında tənasüb qurmaqla düsturu seçə bilərsiniz. Baxın, olacaq bizdə hansı variant? D variantı. Yəni, Rho 1 H1 nəyə bərabərdir? Rho 2 H2-yə. Sonra 7 nömrəli testdə deyir ki, ağzı açıq qabda olan H hündürlüklü maye ilə dolu qabın dibindəki tam təzyiq. Qeyd etdik ki, tam təzyiq atmosfer təzyiqi ilə hidrostatik təzyiqin nəyindən ibarətdir? Cəmindən ibarətdir. Olur. Baxın, variant olaraq seçirik hansı variantı? C variantı. Sonra mayenin qabın dibinə göstərdiyi təzyiq ROJH düsturu ilə təyin olunur. Sonra atmosfer təzyiqi hansı cihazla ölçülür? Barometr anaroidlə. 10 nömrəli test, baxın, bundan əvvəl qeyd etmişdim mən. Hər iki qab su ilə doludur. Suyun qabın dibinə göstərdiyi təzyiqləri müqayisə edin. Deməli, suyun qabın dibinə göstərdiyi təzyiq hidrostatik təzyiqdir. Hidrostatik təzyiq maye sütunun oturacağının sahəsindən, yəni qabların oturacağı sahəsindən asılı deyil. Hündürlükdən bir də sıxlıqdan. İndi deyir ki, hər iki qabda sudur və sıxlıqlar eynidir. Hər iki qabın yer səthindən olan, yəni oturacaq hündürlükləri, hər iki qabın içərisindəki maye sütununun hündürlükləri də eynidir. Ona görə təzyiqlər olur, bərabər. Baxaq, hansı variant? A variantı. Sonra 11 nömrəli testdə hansı qabda mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi mayenin çəkisindən böyükdür? Baxın, bu olacaq 4 nömrəli qabda. Deməli, 4 nömrəli qabdakı təzyiq qüvvəsi mayenin çəkisindən nə olacaq? Böyük olacaq. Sonra hansı qabda mayenin qabın dibinə göstərilən təzyiq qüvvəsi mayenin çəkisindən kiçik olacaq. Bu isə C variantı, yəni genişlənən qabda. Məsələn, belə fikirləşə bilərsiniz. Burada aşağı mc var. mc. Buradan götürsək təzyiq qüvvəsi FT. Digər qüvvələrdə baxın, axı qabın divarlarından da təzyiqlər, qüvvələr var. F'lər, baxın, bura F'lər yazsaq. Onda F üstə gəl, bu 2F bərabərdir mc-yə. Buradan onda biz yaza bilərik ki, FT bərabərdir mc çıx 2F. Bu isə o deməkdir ki, baxın, təzyiq qüvvəsi mayenin çəkisindən nədir? Kiçikdir. Doğru cavabımız olur C variantı. Sonra 13 nömrəli testdə hansı qabdakı mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi mayenin çəkisinə bərabərdir? Bu isə baxın, düzgün formalı qabı götürürsünüz. Cavabımız olacaq hansı variant? C variantı. Sonra 11 nömrəli testdə qabın dibinin hansı hissəsinə düşən hidrostatik təzyiq ən böyükdür? Baxın, bütün nöqtələr oturacaqda yerləşib. Həmin nöqtələri baxın, bu hissəyə sürüşdürsək, bir-birinə paralel olaraq, onların üzərində bir dənə maye sütununun hündürlüyü var. Tutaq ki, gəlin buna da 3H deyək. Tutaq ki, hər bütün nöqtələr üçün hidrostatik təzyiqi yazacaqsınız ki, 3 ROJH. Bu isə o deməkdir ki, qabın dibinə göstərilən təzyiqlər, yəni bütün nöqtələr üçün hidrostatik təzyiqlərin qiyməti eynidir. A variantı. Sonra mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi. Baxın, FT bərabərdir. ROJH vurulsun S olacaq hansı variant? D variantı. Sonra kub formalı qab M kütləli maye ilə doludur.
Mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi hansı ifadə ilə təyin olunur? Onu götürəcək nədir? C variantı mg. Yəni burada h vur S-ə V desək, m vur V-yə də rho vurulsun V-yə də nə deyə bilərik? M deyə bilərik. 17 nömrə testdə hidrostatik təzyiq verilib bizə. Baxın, burada qeyd edilir. Beyni açırsınız burada rho J H-la. Deməli, olur qravitasiya sahəsinin intensivliyi. A variantı. 18 nömrəli testdə isə olacaq mayenin sıxlığı Y variantı. 19 nömrəli testdə V bərabərdir rho J H olacaq B variantı. Maye sütununun nəyi? Maye sütununun hündürlüyü. Keçək digər testdə 20 nömrəli testdə təzyiq verilib, hündürlük verilib, mayenin sıxlığı soruşur. Elə buradan hidrostatik təzyiqin düsturunu yazacaqsınız və həmin düsturdan sıxlığı tapırsınız. Deməli, sıxlığı tapmaq üçün təzyiqi nəyə bölməlisiniz? Təzyiq bölməsi J vurulsun H-a. Sadəcə nəyə diqqətli olun? Baxın, burada kilopaskal yazıb. Deməli, mütləq kilopaskaldan istifadə etməliyik. Tutaq ki, götürək 1,6 kilopaskal. 1,6 kilopaskal götürürüksə, kilo 1000 deməkdir. Alırıq 1600 paskal. Məxrəcdə 10 var, hündürlüyü də götürürük 0,2. Bunu 0,2-yə vursaq 2, 16 ilə 2-ni x-lar aparsaq, alırıq necə? 800 kiloqram bölünsün metrin kubu. 21 nömrəli oxşar testi, yəni hidrostatik təzyiqin düsturunu yazacaqsınız uşaqlar. Buradan rho-nu tapacaqsınız. Eyni testi. Keçək 22 nömrəli testdə. 22 nömrəli testdə ayrı-ayrı qablar verilib. Suyun qabların dibinə göstərdiyi hidrostatik təzyiqlərin nisbəti. Qeyd edək ki, hidrostatik təzyiq maye yerləşən qabın oturacağının sahəsindən asılı deyil. Deməli, sahəyə görə müqayisə getməyəcək. Müqayisə hündürlüyə görə gedəcək. Hər ikisində sudur. Rholar eyni, J eyni. P burada H-la düz mütənasib və burada nisbəti təyin bərabərləşdir. Deməli, P1 böl P2 bərabərdir. H1 bölünsün H2. H1-i H verib, H2-ni 2H verib. Burada nə alırıq? Burada alırıq 2-də 1. Doğru cavab olur B variantı. 23 nömrəlidə isə suyun qabların dibinə baxırıq. Biri-birinə, yəni ayrı-ayrı qablardır. Hidrostatik təzyiq sahədən asılı deyil, yalnız maye sütununun hündürlüyündən asılıdır. Hər iki qabda maye sütununun hündürlüyü eyni olduğuna görə hidrostatik təzyiqlər bərabər olub, olacaq B variantı. Sonra 24 nömrəli testdə, baxın, qaydada da mən qeyd etdim. Bu ilə tam dolu qab verilmişdi, bağlı qab verilmişdi. Qabı tərsinə çevirdikdə hidrostatik təzyiq necə dəyişir? Baxın, elə yanından belə bir şəkil kimi çəkər. Baxın, bunu qabı çevirək. Qab çevrildi. Qab çevirəndə ağzı tam bağlıdır. Bu zaman hündürlük və içərisindəki maye dəyişmir. Oturacaq sahəsi dəyişir. Qeyd etdik ki, hidrostatik təzyiq oturacağın sahəsindən asılı deyil. Buna görə də hündürlük dəyişmir, sıxlıq dəyişmir. Yəni, bu üç kəmiyyətin heç biri dəyişmədiyinə görə, ona görə cavab olacaq nədir? D variantı cavabımız olacaq, dəyişməz. Digərində də baxaq. Eyni ilə 25 nömrəli testdə, oxşar tipli testi. Su ilə tam dolu qab verilmişdi. Qabı tərsinə çevirdikdə suyun qabın dibinə göstərdiyi təzyiq nə edər? Deyirsiniz ki, dəyişməz. Çünki hündürlük dəyişmir. Qabı çevirsək, ancaq sahə dəyişir. Hidrostatik təzyiq də sahədən asılı deyil. Sonra 26 nömrəli testdə isə fərqlilik nədir? Eyni proses baş verir. Yəni, hər iki qab su ilə doludur. Qabın oturacaqlarını su tərəfindən edilən təzyiq qüvvələri. Yəni, qab çevrilib. Ya 1 vəziyyəti, ya 2. Bunun üçün hidrostatik təzyiqin düsturunu yazırıq. Rho J H-lar eynidir, yəni təzyiqlər eynidir. Bu zaman təzyiq qüvvəsi maye yerləşən qabın oturacağının sahəsi ilə düz mütənasibdir. Bu isə o deməkdir ki, ikinci qabdakı sahə birincidən böyük olduğuna görə, elə ikinci qabdakı təzyiq qüvvəsi də birincidən 2 dəfə böyük olacaq. Olacaq C variantı. Sonra 27 nömrəli testdə qabların, deməli, hər iki qab su ilə doludur. Qabların oturacaqlarına su tərəfindən edilən təzyiq qüvvəsini müqayisə elə. Yəni, FT bərabərdir Rho J H. Deməli, qabda hündürlüklər eynidir, sıxlıqlar eynidir. Təzyiq qüvvəsi sahə ilə düz mütənasibdir. Deməli, ikinci qabın oturacaq sahəsi birinci ilə müqayisədə böyük olduğuna görə F2 bərabərdir 3F1. Doğru cavabımız olur B variantı. 28 nömrəli test. Qabdakı maye sütununun hündürlüyü 1 metrdir.
Qabı şaquli aşağı yönəlmiş 3 metr bölü saniyə kvadratı tərcihlə hərəkət etdikdə təzyiq necə dəyişir? Baxın, düsturu bura qeyd etmişəm. V bərabərdir rho vurulsun J üstəgəl və ya çıx A vur H. Deyir ki, A təcili ilə aşağı gedir. A təcili ilə aşağı gedəndə minus işarəsini götürür. Deməli, rho burada 10 üstü 3'dür, mindir. Mötərizədə 10 üstəgəl, 10 çıxılsın 3. Çünki yuxarı, aşağıya doğru yönəlib. 7, 7 vurulsun 10, alırıq 7. Baxın, burada olacaq bizdə neçə? 7 vurulsun, H-ı 1 metr verib, 10 metr verməyib, H-ı 1 metr verib. Alırıq 7 kilo Pascal. Eyni ilə 29 nömrəli testdə fərqlilik nədir? İndi deyir ki, A təcili ilə yuxarı yönəlib. Yuxarı yönəlirsə plus işarəsindən istifadə edirik. Deməli 10 üstəgəl 3, 13, o da 13.000 kilo Pascal olacaq bir variantı. Sonra 30 nömrəli testdə birləşmiş qablarda kerasin sütununun hündürlüyü nə qədər olmalıdır ki, deməli soruşur kerasinin hündürlüyü nə qədər olmalıdır ki, o 20 cm su sütununun təzyiqini tarazlaşdırsın. Bu zaman birləşmiş qablar qanunu yazırıq indekslərlə. Deməli rho kerasin vurulsun H kerasin bərabərdir rho su vurulsun da yazırıq H su. İndi uşaqlar bizdən burada soruşur kerasinin hündürlüyünü. Kerasinin hündürlüyünü tapmaq üçün deməli suyun sıxlığı 1000'dir. Bura yazdıq 1000'dir. Sonra su sütununun hündürlüyü 20 cm-dir. Çevirmə aparmayacağım. Cavab elə santimetrləndir. Kerasinin sıxlığı da 800'dür. Aha, buradan 2 sıfırı buradan, birini də buradan silsək belə. 2 ilə 8'i xısar aparsaq 4, 100'ü də 4'ə bölsək alacaq necə? Alırıq 25 santimetr. Cavab elə santimetrlə də getmədi. Gəlin baxaq. Aha, cavab oldu 25 santimetr. 31 nömrəli testdə. İndi isə su sütununun hündürlüyü soruşur. Kerasinin hündürlüyü verib. Bu zaman suyun, deməli su sütununun hündürlüyü, deməli H su, rho su bərabərdir. H kerasin yazırıq, rho kerasin. Buradan H suyunu soruşur. Deməli H kerasin 800 vurulsun. Kerasin sütununun hündürlüyü 40 cm. Çevirmə aparmırıq. Bölünsün də yazırıq. Bölünsün 1000. Sıfırlar getdi. 8 vur 4 neçə alırıq? 32 cm. Sonra 32 nömrəli testdə su hövzəsində deyir hansı dərinlikdə? Dərinlik deyəndə H-ı soruşur bizdən. Baxın. H bərabərdir suala. Deməli dərinlikdə təzyiq, yəni tam təzyiq atmosfer təzyiqindən 3 dəfə böldü. Yazırıq P tam bərabərdir 3P0 və bizdən də H-ı soruşur. Baxın burada tam təzyiqin düsturundan H-ı tapırsınız. Burada elə qeyd etmişəm. H bərabərdir tamdan atmosfer təzyiqinə çıxmalısınız. Buradan qeyd edək indi düsturumuzu. Baxın bura, yazaq indi. H bərabərdir. H bərabərdir. İndi uşağa tam təzyiqin yerinə biraz H-ı burada səliqəsiz yazım, silək bunu. Deməli, birinci qeyd edirik. Deməli, tam təzyiq atmosfer təzyiqindən 3 dəfə böyükdür. Deyir H-ı tap. H bərabərdir suala. Ben yazaq H bərabərdir. Tam təzyiqin yerinə verib bizə neçə P0? 3P0. 3P0'dan 1 atmosfer təzyiqini çıxsaq, bu da atmosfer təzyiqi qalır 2P0 bölünsün. Rho vurulsun J. Buradan da bərabərdir. 2 vurulsun 10 üstü 5. Rho J də bizə verəcək 10 üstü 4. Bir qısar gedəcək, qalacaq 20. Deməli, dərinlik neçə metrdir? Dərinlik 20 metrdir. Sonra 33 nömrəli testdə oxşar tipli testi tam oxşardır. Sadəcə fərqlilik nədir? İndi deyir ki, gölün dibində tam təzyiq, yəni P tam təzyiq atmosfer təzyiqindən 2 dəfə böyükdür. Və bu zaman gölün dərinliyi nə qədərdir? H bərabərdir suala. Baxın, eynən bu düsturdur. Bu düsturu seçirsiniz. Baxın, bu düsturdan istifadə etməklə. Belə H bərabərdir. Tam təzyiqin yerinə yazırıq 2P atmosfer təzyiqi çıxılsın P0 bölünsün rho J. Rho J də 10 üstü neçədir? 4'dür. Sonra surətdə qalır bizə 10 üstü 5. Çünki atmosfer təzyiqi normal atmosfer təzyiqini məsələ həllərində bizə verir. 10 üstü 5 bölünsün 10 üstü 4. Burada alırıq neçə? Alırıq 10 metr. Doğru cavabımız olur C variantı. Sonra 34 nömrəli testdə. Deməli, qabların oturacaqlarının sahəsi və onlardakı suyun kütlələri eyni olarsa, hansı qabın dibinə suyun göstərdiyi təzyiq qüvvəsi ən böyükdür? Baxın, daralan qabda suyun göstərdiyi təzyiq qüvvəsi daha böyük olacaq. Sonra 35 nömrəli testdə
Deməli, qabların oturacaqlarının sahəsi və onlardakı suyun kütlələri eyni olarsa, burada verilib hansı qabın dibinə suyun göstərdiyi təzyiq qüvvəsi ən kiçik olacaq? 35-də olacaq bizdən hansı variant? 35 olacaq A variantı. Sonra 36 nömrəli testdə deməli, sıvı olan bir cism maye ilə doldurulmuş qabın dibinə mayenin göstərdiyi hidrostatik təzyiq. Baxın, mayenin qabın dibinə göstərdiyi təzyiq həmin mayenin baxın üzərinə oturacağa edilən təzyiqdir ki, həmin oturacaqdan səthə qədər olan hündürlük 2-dir, 2H-dır. Ona görə mayenin oturacağa etdiyi təzyiq olacaq 2ρH. Doğru cavabımız olacaq Y variantı. Eynilə 37 nömrəli testdə uşaqlar. Baxın, deməli, mayenin qabın dibinə göstərdiyi təzyiqi soruşur. Mayenin qabın dibinə göstərdiyi təzyiqi tapmaq üçün həmin dibə qədər olan dərinliyi qeyd edirik. Dərinlik nədir? 3H, yəni hündürlüyü verib. Onda cavab olacaq 3ρH. Məsələn, tutaq ki, indi soruşula bilər ki, bir dənə burada A nöqtəsi verərdi. Burada isə B nöqtəsi. Deyə bilər ki, A və B nöqtələrinə maye tərəfindən edilən hidrostatik təzyiqi müqayisə ilə. B nöqtəsinin üzərindəki suyun hündürlüyü tutaq ki 3ρH, A nöqtəsinin üzərində isə suyun hündürlüyü onda olacaq 2ρH. Bu isə o deməkdir ki, B nöqtəsindəki hidrostatik təzyiq A nöqtəsindəki hidrostatik təzyiqdən nədir? Böyükdür. Bir də isə bizə sadəcə soruşur ki, mayenin qabın dibinə göstərdiyi hidrostatik təzyiq biri 3ρH. Sonra baxırıq 38 nömrəli testdə. 38 nömrəli testdə deməli, eyni formalı və həcmli 2 qab su ilə doldurulmuşdur. Bu mayenin qabın dibinə göstərdiyi təzyiqləri və təzyiq qüvvələri arasında hansı münasibət var? Deməli, qablar çevrilib, məsələn, bir vəziyyəti, 2 vəziyyəti. Amma hər iki qabda maye sütununun hündürlüyü eynidir, hər ikisində də sudur. Bu o deməkdir ki, hidrostatik təzyiqlər bərabərdir. Yəni P1 bərabərdir P2. Bir B variantında var. Bir də hansı variant? Y variantı. Amma hidrostatik təzyiq qüvvəsi, uşaqlar burada diqqətli olaq. Deməli, hidrostatik təzyiq qüvvəsi maye yerləşən qabın oturacağının sahəsi ilə düz mütənasibdir. ρH-lar eynidir. Baxaq, ikinci qabın sahəsi birinci ilə, yəni oturacaq sahəsi birinci ilə müqayisədə böyük olduğuna görə F2 böyükdür, F1-dən deməli doğru cavabımız olur Y variantı. Sonra 39 nömrəli testdə oxşar tipli testi yenə qeyd edək. Hidrostatik təzyiqlər bərabərdir. Çünki maye sütununun hündürlükləri eyni, içərisində də sudur. Təzyiq bərabərdir. Biri Y variantı, digəri isə D variantı. Amma təzyiq qüvvəsi qeyd etdik ki, oturacağının, maye yerləşən qabın oturacağının sahəsi ilə düz mütənasibdir. Birinci qabdakı oturacaq sahəsi ikincidən böyük olduğuna görə birinci böyük olacaq. Burada da elə oldu. Nədir? Y variantı. Sonra 40 nömrəli test bundan əvvəlki işlədiyimiz testlərlə eynisidir. Elə deməli, sıxlığı olan bir cism maye ilə doldurulmuş qabın oturacağını, mayenin göstərdiyi təzyiq qüvvəsi hansı ifadə ilə təyin olunur? Mayenin göstərdiyi təzyiq qüvvəsi olacaq nə cür? 3ρH olur. Hansı variant? C variantı. Sonra 41 nömrəli testdə bizə nə verilib? Deməli, içərisində su olan qapalı qablar 1, 2, 3 tərs 1, 2, 3 dənə qab verilib. Həmin qabları tərsinə çevirdikdə suyun qabın dibinə göstərdiyi hidrostatik təzyiq necə dəyişər? İndi baxırıq ki, 2 düzgün formalı qab olduğuna görə, baxın, düzgün formalı qab olduğuna görə orada hidrostatik təzyiq ümumiyyətlə dəyişməyəcək. Deməli, A variantı ümumiyyətlə gedir, çünki 1 və 3-də hidrostatik təzyiqlər dəyişəcək. Biz baxacaq burada bir B-yə, bir də hansı varianta C-yə. Qabları çevirdikdə baxırıq. Məsələn, birdəki sahə ilə, məsələn, bu hissə ilə digər 3 qabındakı hissə nədir? Fərqlidir. Yəni, burada artıq, yəni bu nisbətən ondan da aralan qabdır. Ona görə bir qabında təzyiq artacaq, 3 qabında isə təzyiq nə olacaq? Azalacaq. Doğru cavabımız olacaq. Hansı variant? C variantı. Sonra 42 nömrəli testdə deməli, mayenin daxilində kub formalı cismə maye tərəfindən təsir edən təzyiq qüvvələrinin modulları arasında hansı münasibət var? Deməli, ən yaxşı olardı ki, bu testi işləmək üçün biz o həmin nöqtələr olaraq onları qeyd etsək bura. Məsələn, 3, baxın, o kub formalıdır, 2 buradadır. Deməli, 3 buranı götürək, 4 buranı götürək, 1 də buranı.
Deməli, tərəflər, sahələr bərabərdir, S7. Təzyiq qüvvəsi burada həmin nöqtələrin üzərindəki hündürlüklə düz mütənasibdir. Burada isə baxırıq ki, məsələn, 3 və 4 nöqtələrinin üzərinə düşən hündürlüklər eyni olduğuna görə onlarda təzyiq qüvvələri bərabərdir. Yəni 3-ün təzyiq qüvvəsi bərabərdir 4-ün təzyiq qüvvəsinə. Amma 2 və 1 nöqtələrində 2 nöqtəsi daha dərində yerləşdiyindən həmin hissəyə maye tərəfindən edilən təzyiq qüvvəsi daha böyük olacaq. Ona görə F2-nin təzyiq qüvvəsi böyük olacaq F1-nin təzyiq qüvvəsinə. Baxaq buna, baxın, görək cavab olaraq hansı verilib bizə. Deməli, F2 böyükdür F1-dən, 3 ilə də 4 bərabərdir. Doğru cavabımız olacaq. Hansı variant? Doğru cavabımız olacaq. C variantı. Eyni ilə təzyiq qüvvələrini nə cür müqayisə etmişiksə, təzyiqi də həmin qaydada müqayisə edirik. Baxırıq burada. Məsələn, 2 nöqtəsinə düşən təzyiq, 2 nöqtəsinin üzərində maye sütunun hündürlüyü daha böyükdür. Sonra 3 ilə 4-ün üzərində hündürlüklər bərabərdir. 1-in üzərindəki hündürlük isə daha kiçikdir. Deməli, qeyd etdik ki, dərinlik artdıqca hidrostatik təzyiq artır. 2 böyükdür 1-dən, 3 ilə də 4 bərabərdir. Doğru cavabımız olur. Hansı variant? Doğru cavabımız olacaq D variantı. Baxırıq 44 nömrəli testə. 44 nömrəli testdə deməli, bizə nə verilir? 44 nömrəli testdə bu ilə dolu A və B qablarını tərsinə çevirdikdə oxşar və fərqli cəhətləri müqayisə edin. Gəlin A və B qablarını tərsinə çevirdikdə. Gəlin çevirək. Bu olsun bizdə B qabı. Baxın bu formada. Buna deyək B qabı. İndi B qabı belə forma qalır. Deməli, buradan da götürək A qabını tərsinə çevirək. A qabını da tərsinə çeviririk. Bu da A qabı. Bu zaman dəyişməyən nə olacaq? Qabları çevirdikdə mayenin qabın dibinə göstərdiyi hidrostatik təzyiq dəyişməz. Deməli, 1-i ortaya yazdıq. 3-ə yazdıq 1. Deməli, 3-ə 1 yazırıqsa, bu 1 ya B variantı ola bilər, ya da uşaqlar hansı variantı olacaq, ya da D variantı. İkisindən birində dayandıq. Sonra, mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi artar. İndi baxın, mayenin təzyiq qüvvəsi maye yerləşən qabın oturacağının sahəsi ilə düz mütənasibdir. Biz qabları çevirdikdə A qabının oturacaq sahəsi B qabının oturacaq sahəsindən böyük oldu. Deməli, A qabı üçün hidrostatik mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi artar. Baxın, 2-ni bura yazdıq. Sonra, qabın dayağa göstərdiyi təzyiq artar. Qabın göstərdiyi təzyiqi yazmaq üçün yazırıq P bərabərdir F bölünsün S. Qabın təzyiqi dəyişməyəcək, qüvvəsi dəyişməyəcək. İndi qabın dayağa göstərdiyi deyir ki, təzyiq artar. Təzyiq sahə ilə tərs mütənasibdir. Oturacaq sahəsi kiçik olan qabın göstərdiyi təzyiq daha böyük olacaq. 3-ü də bura yazırıq. Olacaq, bizdə baxaq, cavab ya çıxacaq. Hansı varianta? Cavab oldu B variantı. Deməli, 44 nömrəli testdə aldıq. Hansı variant B? Məsələn, 4-də isə yazdık ki, qabın dayağa göstərdiyi təzyiq azalar. Çünki qabın göstərdiyi təzyiq sahə ilə tərs mütənasibdir. A qabını çevirdikdə oturacaq sahəsi əvvəlki ilə müqayisədə böyük olduğuna görə orada təzyiqin qiyməti azalacaq. 2, 4, 2-yə 3, oxşarlıq da nədir? 1. Doğru cavabımız oldu. Hansı variant? D variantı. Sonra baxırıq 45 nömrəli testdə. Deməli, 45 nömrəli testdə qaba su tökülür. Qabın dibinə suyun göstərdiyi hidrostatik təzyiqin zamandan asılı qrafiki hansı ifadə ilə doğrudur? Elə bir ki, təsəvvür edin ki, qab 2 hissədən ibarətdir. Baxın, 2 hissə. Ta ki, ayrı-ayrılıqda çəksə, bu birinci hissə, bu isə daha dar hissə. Yəni, birinci bu hissədə olur. Hər ikisi düzgün formalı qab olduğuna görə burada təzyiq zamanla düz mütənasib olacaq. Deməli, bu bir B variantı ola bilər, bir də D variantı. Birinci halda, məsələn, baxın, bu qabda olursa, birinci qabda olursa, həmin qabın, diqqət olun, ikinci qabla müqayisədə sahəsi nisbətən kiçikdir. Baxın, sahə kiçikdir. O daha sürətlə dolur. Ona görə doğru cavabımız olacaq B variantı. Məsələn, bu hissə dolur. Sonra isə bu hissənin sahəsi, məsələn, ikinci hissə artıq dolanda bu hissədəki sahə əvvəlkinin sahəsi ilə müqayisədə böyük olduğuna görə nisbətən birinci ilə müqayisədə kiçik sürətlə dolacaq. Ona görə doğru cavabımız olacaq B variantı. Sonra 46 nömrəli testdə manometr verilmişdir.
Deməli, manometrin göstərişinə əsasən qabın içərisindəki havanın təzyiqinin atmosfer təzyiqinə nə qədər çox olduğunu hesablayın. İndi baxın, mən manometrlə bağlı bu şəkillərlə bağlı baxın əvvəldə izahı verdim. Biz nə edəcəyik? Hansı maye sütunu oturacağa yaxındırsa, həmin maye sütunundan oturacağa paralel bir xətt çəkirik. Baxın belə. Deməli, sol tərəfdə, baxın, bura yazaq sol tərəf, digər isə yazaq sağ tərəf. Baxın, uşaqlar belə yazılır. Sağ tərəf yazdıq. Sol tərəfdə sadəcə qaldı burada qazın təzyiqi. Sağ tərəfdə isə həm atmosfer təzyiqi var, atmosfer, həm də mayenin təzyiqi var. Mayenin təzyiqi də ROЖH-dır. Deməli, qazın təzyiqi burada, baxın, qazın təzyiqi bərabərdir. Atmosfer təzyiqi üstə gəl ROЖH. Və biz buradan nə aldıq? Qazın təzyiqi atmosfer təzyiqindən nə qədər çoxdur? ROЖH qədər çoxdur və bizdən də həmin ROЖH-ı soruşur. Yəni, mayenin yaratdığı o təzyiqi soruşur. Burada mayenin sütununda, mayenin sıxlığını 3 verib, J-ni 10 verib. Bəs maye sütununun hündürlüyü, baxın, 40 sm yuxarı, 40 sm aşağı olur 80 sm. Onu da yazırsa 0,8. Deməli, cavabımız olacaq 8 kilopascal. Cavab olacaq A variantı. Yəni, 10 vursa buna 8, 8 vurulsun 10 üstü 3 paskal alırıq. Cavab kilopaskaldan getdir. 10 üstü 3 ilə nə deməkdir? 1 kilo deməkdir, olur 8 kilopascal. Sonra 47 nömrəli testdə birləşmiş qablarda su ilə kerasin səviyyələri arasındakı fərq 4 sm-dir. Kerasin sütununun hündürlüyünü tapın. Baxırıq. Suyun sıxlığı kerasinin sılığından böyükdür. Onda kerasinin hündürlüyü suyun hündürlüyündən böyük olacaq. Onda buraya yazırıq. Deməli, kerasin sütununun hündürlüyü çıxsın H su. Fərqi neçə verir bizə? 4 sm. Və bizdən də soruşur kerasinin hündürlüyünü. Birləşmiş qablar qanununu yazırıq. Markerin rəngini dəyişir. Deməli, rho kerasin, H kerasin bərabərdir rho su, vurulsun H su. Bizdən kerasinin hündürlüyünü soruşduğuna görə H suyu da kerasinlə əvəz edirik. Rho kerasin, H kerasin bərabərdir. Burada rho su vurulsun. Mötərizə açırıq. H kerasinin çıxısını yazırıq. 4 yazırıq. Deməli, kerasinin hündürlüyü 800 H kerasin. Suyun sıxlığı, kerasinin sıxlığı daha doğrusu. Suyun sıxlığı 1000-dir. Bura yazırıq. H kerasinin çıxısını yazdıq 4. Hər tərəfi 1000-ə bölsək, burada oldu 0,8 H kerasin. H kerasin bərabərdir. H kerasin çıxılsın 4. 4 bərabərdir. 1 H kerasindir. Yəni 0,8 H kerasini, baxın bura qeyd etsə, H kerasindən 0,8-i çıxsaq alır 0,8 H kerasin. Buradan kerasin sütununun hündürlüyünü tapmaq üçün 4'ü bölürük 0,2'ye alırıq 20 santimetr. Doğru cavabımız olur. Hansı variant? Y variantı. Sonra 48 nömrəli testdə deməli, ağzı bağlı və maye ilə dolu qabı tərsinə çevirdikdə, qeyd etdik ki, qabı tərsinə çevirdikdə, baxın, şəkil olacaq bu formada. Qabı tərsinə çevirdikdə, baxın, belə. Qabı tərsinə çevirdikdə içərisindəki maye sütununun hündürlüyü və eyni də mayedir, sıxlıq da dəyişməzdir. Bu zaman təzyiq dəyişməz. B variantı, bir də D variantına baxırıq. Amma təzyiq qüvvəsi isə ROЖH dəyişmir, təzyiq qüvvəsi maye yerləşən qabın oturacağının sahəsi ilə düz mütənasibdir. Deməli, qabı çevirdikdə əvvəlkinin sahəsinə gəlin 2S yazaq, bura S yazaq. Oturacaq sahəsi əvvəlki ilə müqayisədə kiçildir, onda təzyiq qüvvəsində qiyməti kiçildir. Doğru cavabımız olur. Hansı variant? 48-də doğru cavab olacaq D variantı. Sonra 49 və 50 nömrəli test, yəni qaydada da bunları mən sizə izah etdim. Deməli, B nöqtəsindəki təzyiqlə A nöqtəsindəki təzyiqlərin nisbətini tapmalıyıq. Əvvəlcə B nöqtəsi üçün hidrostatik təzyiqin düsturunu yazır. Deməli, B nöqtəsində hidrostatik təzyiq bir-birinə qarışmayan iki mayenin oturacağa etdiyi təzyiqə bərabərdir. Məsələn, birinci mayenin sıxlığını 5 rho verib, hündürlüyü də H. Yazırıq 5 rho H. Yazdıq. Üzərinə ikinci mayenin sıxlığı da nədir? 2 rho H-ı gəlirik. Və buradan alırıq ki, B nöqtəsinə düşən hidrostatik təzyiq oldu 7 rho H.
A nöqtəsindəki hidrostatik təzyiq isə yalnız yaradır 2 rho sıxlıqlı maye. Ona görə A nöqtəsindəki təzyiqi də yazırsınız. 2 rho J vurulsun H. Bunları tərəf-tərəfə bölürsünüz. Rho JH-lar getdi. 7-ni 2-yə böləndə neçə alırsınız? 3,5. Doğru cavabımız olur B variantı. Eynilə digər testdə oxşar testi. Sadəcə burada nədir? Deyir ki, A nöqtəsindəki hidrostatik təzyiq P olarsa, B nöqtəsindəki təzyiq. Qeyd etdik ki, B nöqtəsindəki təzyiq bu iki təzyiqin cəmi idi. Tapdıq ki, neçə? 7 rho JH. Baxın, 7 rho JH. A nöqtəsindəki təzyiqi isə biz tapmışdıq neçə? 2 rho JH. Baxın, 2 rho JH. Və buradan da deyir ki, A nöqtəsindəki təzyiq, yəni 2 rho JH-a nə deyilib? 2 rho JH-a P deyilib. Buradan da nə edə bilərsiniz? Deməli, rho JH-ı tapsaq, burada rho JH bərabərdir. Alırıq P bölünsün 2. Buradan baxın, rho JH-ın yerinə yazacaqsınız uşaqlar P bölü 2. Deməli, B nöqtəsindəki təzyiq yazayı 7 vurulsun. Rho JH-ın yerinə yazılsın P bölünsün 2. 2-ni yenə 7-yə bölsək, alacaqsınız 3,5 P. Doğru cavabımız olacaq hansı variant? B variantı. Sonra baxırıq 51 nömrəli testə. 51 nömrəli testdə deməli, hansı qrafik mayeyə tam batmış eyni həcmli bütöv cismlərin çəkisinin onun sıxlığından asılılığını nə edir? Asılılığını düzgün göstərir. Yəni, mayədə olan cismin çəkisi. Cismin mayədəki çəkisi, bunun havadakı çəkisindən bilirik ki, Arximed qüvvəsi qədər azdır. Yəni, P0 çıxılsın F Arximed. Buradan mayədəki çəki bərabərdir. İndi baxın, Arximed qüvvəsini biz açırıq. Rho mayə bölünsün. Rho mayə bölünsün, rho cisim. Vur MC. MC-yə bir P0 desək. Buradan P0-ı yəni ortaq vuruq kimi kənara çıxarsaq, yəni bu olur onun havadakı və ya vakuumdakı çəkisi. 1 çıxılsın, rho mayə bölünsün, rho cisim. Mötərizəni bağladır. Deməli, biz əgər mayənin sıxlığını cismin sıxlığına bərabər götürsək, deməli, mayənin sıxlığını cismin sıxlığına bərabər götürsək, bu zaman mayədəki çəkisi 0-a bərabər olacaq. Baxın, belə bir qrafik quracaqsınız. Bura yazırsınız P cisim, bura yazdıq rho cisim, deməli, rho cisim. Deməli, mayənin sıxlığını cismin sıxlığına bərabər götürsək, onda mayədəki çəkisi 0 olur. Sonra burada rho cismin qiyməti artdıqca P cismin də qiyməti artacaq. Ona görə quracaqsınız nədir? Düz mütənasib. Doğru cavabımız 51-də olacaq hansı variant? Doğru cavabımız olacaq B variantı. Sonra baxırıq 52 nömrəli testdə. 52 nömrəli testdə bizdən nə soruşur? Deməli, ara kəsmə ilə 2 bərabər hissəyə bölünmüş qaba krandan bərabər sürətlə su tökülür. Qabın dibinin A nöqtəsindəki hidrostatik təzyiqin zamandan asılı qrafikini qurur. Deməli, baxırıq ki, düzgün formalı qabdır. Düzgün formalı qabdırsa qeyd etdik ki, təzyiq burada zamanla düz mütənasib olacaq. Yəni, düz xətt. Deməli, A qabı da olur. Baxın, A qabı da oldu. Gəldi, çatdı bura qədər. Təzyiq zamanla düz mütənasib. Baxırıq, hansı hissələr var. Deməli, bir B variantı var, bir də hansı variant var? D variantı. 2 varianta baxırıq. Sonra isə müəyyən müddətdən sonra A qabı dolandan sonra qabın digər ikinci hissə dolmağa başlayır və ikinci hissə dolmağa başlayanda bu zaman A qabındakı təzyiq dəyişməz olur. Baxın, oldu dəyişməzlər. Sonra isə tam bu hissə dolandan sonra baxır yuxarı hissə dolmağa. Bu zaman A qabına düşən təzyiq yenə dəyişir. Amma həmin hissənin sahəsi böyük olduğundan oradakı təzyiqin elə bir ki, təzyiqin sürəti məsələn, əvvəlki ilə müqayisədə nədir? Kiçikdir. Ona görə doğru cavabımız olacaq nədir? D variantı. Həmin hissə də düz mütənasibdir. Çünki düzgün formalı qabdır. Qeyd etdik ki, düzgün formalı qabda təzyiq zamanla düz mütənasibdir. Çünki burada maye deməli, bərabər sürətlə dolur. Ona görə doğru cavabımız olacaq hansı variant? D variantı. Sonra 53 nömrəli testdə. 53 nömrəli testdə ara kəsmə ilə 2 bərabər hissəyə bölünmüş qaba krandan bərabər sürətlə su tökülür. Yəni, düzgün formalı qabdır. Qab su ilə tam dolana qədər onun B nöqtəsindəki suyun hidrostatik təzyiqinin zamandan asılı qrafikini təyin edin. Yəni, hansıdır? Deməli, birinci bu hissədəki qab dolmalıdır ki, B qabına su dola bilsin. Deməli, birinci halda B qabı üçün təzyiq 0 götürülür. Çünki hələ
Deyək ki, bura A qabı dolur. A qabı dolana qədər burada təzyiq yoxdur. Ona görə birinci halda B qabında təzyiq nədir? Sıfırdır. Deməli, 0, 1 B-də var. Bir də hansı qabda var? D-də. Bir də D variantında. A qabı tam dolandan sonra başlayır B qabı dolmağa. İndi B qabı dolanda artıq burada baxın düzgün formalı qabdır. Təzyiq zamanla düz mütənasibdir. Baxın bu hissə. Burada da eyni də bu hissə var. Sonra isə B qabı dolandan sonra başlayır baxın bu hissə dolmağa. Deməli yuxarı hissənin sahəsi, yəni B qabındakı baxın bu bu hissənin sahəsi ilə kiçik olduğuna görə orada nisbətən sürət kiçik olacaq. Ona görə də doğru cavabımız olacaq hansı variant? D variantı. Yəni yenə düz mütənasibdir, bərabər sürətlə dolur. Yəni B-dəki mayenin sürətlə dolması, yəni bu hissədəki sürətlə dolmadan böyükdür. Ona görə baxın, doğru cavabımız olacaq B variantı. Sonra keçirik 54 nömrəli testdən. 54 nömrəli testdə K kranı açdıqda A nöqtəsindəki hidrostatik təzyiqin qiymətini necə dəyişdiyini tapmalıyıq. Bəli, ümumiyyətlə hidrostatik təzyiqin qiymətinin necə dəyişdiyini tapmaq üçün kran açıldıqdan sonra hündürlüyün nə cür dəyişdiyini tapmalıyıq. Çünki birinci halda baxın buranı H götürək. İkinci qabda isə ümumiyyətlə nədir? Maye yoxdur. Burada hündürlük yoxdur. Kran açıldıqdan sonra bir cins maye olduğuna görə qablarda hündürlüklər bərabərləşəcək. Aydındır ki, buradakı hündürlük olacaq H və hündürlüyün qiyməti əvvəlki ilə müqayisədə azalacaq. Hündürlük azalırsa təzyiq azalır. Bunun üçün baxın belə bir düsturu qeyd edirəm. Bu düsturla çox rahat bunu işləyə bilərsiniz. Deməli birinci qab üçün yazacaqsınız S1H1 üstəgəl S2H2. Oturacaqda da sahələri toplayacaqsınız. S1 üstəgəl S2. Deməli bu H kran açıldıqdan sonra qablardakı maye sütununun hündürlüyüdür. Buradan H bərabərdir. S1 deməli 2S vur H-dır. Alırıq 2S vur H. Üstəgəl. Digər qabda maye olmadığına görə bunu 0 qəbul etdik. Məxrəcdə deməli S-ləri topladıq, aldıq 5S. Buradan da aldıq S-ləri qısar getdi. H bölünsün. Gəl buna H iştirik deyək. H iştirik. Deməli H bölünsün. Surətə məxrəci 2-yə bölsək H bölünsün 2,5. Deməli əvvəlki ilə müqayisədə hündürlüyün qiyməti A qabında 2,5 dəfə azaldı. Hündürlük 2,5 dəfə azalırsa hidrostatik təzyiqin də qiyməti 2,5 dəfə azalacaq. Doğru cavabımız olacaq C variantı. Yəni bu düsturu hər dəfə yazmaqla deməli hündürlüyün nə cür dəyişdiyini tapırsınız. Hündürlük dəyişirsə, deməli mayenin qabın dibinə göstərdiyi uşaqlı hidrostatik təzyiqin qiyməti də dəyişəcək. Keçirik 55 nömrəli testdə. Deməli içərisində civə olan qablarda B qabı açıqdır. B qabı açıqsa burada atmosfer təzyiqi var. P atmosfer yazırıq. Bunu P0 kimi verib bizə. A və C nöqtələri A və C qablarında havanın təzyiqini müqayisə edin. Əvvəlcə gəlin biz C qabını görməzdən gələk. Elə bir ki, C qabı yoxdur. Baxırıq. Deməli, A qabındakı, deməli, əvvəlki testlərdə olduğu kimi bu zaman hansı maye sütunu oturacağa yaxındırsa, həmin maye sütunundan oturacağa paralel bir xətt çəkək. Baxın, sol tərəfdəki yaxındır. Burada xətt çəkdik. Baxın, bu qabda təkcə qaldı qazın təzyiqi. Digər qolda isə, yəni B-də həm civənin təzyiqi var, həm də atmosfer təzyiqi. Bu deməkdir ki, A qabındakı qazın təzyiqi, yəni A qabdakı qazın təzyiqi bərabərdir. Atmosfer təzyiqi üstəgəl ρ(H)-a ikisinin cəminə. Sonra isə keçirik hansı qabdakı təzyiqi tapmağa, C qabındakı təzyiqi tapmağa. Yenə qeyd edək. İndi isə bu zaman elə bilək ki, A qabı yoxdur. Baxın. İndi isə yenə hansı B və C-də burada atmosfer təzyiqi var. Burada da qazın təzyiqi var. Bu C qabındakı qazın təzyiqi, buradakı da atmosfer təzyiqi. Bəs burada mayenin təzyiqi görək, H tərəfdə çoxdur, H tərəfə düşdü. Yenə biz hansı maye sütunu, yəni qollarda maye sütunları var. Uşaqlar, hansı maye sütunu oturacağa daha yaxındırsa, həmin maye sütunundan oturacağa paralel bir xətt çəkdik. Və baxdıq ki, B qabında təkcə qaldı atmosfer təzyiqi, amma C tərəfdə isə həm civənin yaratdığı təzyiq var, həm də qazın təzyiqi. Bu isə o deməkdir ki, deməli atmosfer təzyiqi bərabərdir C qabındakı qazın təzyiqi ilə hidrostatik təzyiqin cəminə.
Bizdən isə C qabındakı qazın təzyiqini soruşur. Yəni C qabındakı havanın təzyiqini. Onda C qabındakı qazın təzyiqini tapmaq üçün atmosfer təzyiqindən hidrostatik təzyiqini etməliyik, çıxmalıyıq. Deməli, doğru cavabımız olacaq. Bir dəqiqə. Deməli, birinci halda toplayırıq. A qabında topladıq. B qabında nə etdik? Çıxdıq. Deməli, P0 üstəgəl ρGH, P0 çıxılsın ρGH. Cavabımız oldu. B variantı. 56 nömrəli testdə deməli, su maksimum neçənci mərtəbəyə qalxar? Deməli, çənin hündürlüyü, yəni hansı hündürlüyə qədər, hansı mərtəbəyə qədərdirsə, su həmin hündürlüyə, həmin mərtəbəyə çatacaq. Deməli, 1 və 2-yə hündürlüyü nədir? 1 və 2-yə su çatır. Yəni, həmin mərtəbələrə su maksimum neçənci mərtəbəyə qalxar? Birinci və ikinci mərtəbəyə qalxa bilər. Sonra 57 nömrəli testdə su maksimum neçənci mərtəbəyə qədər qalxa bilər? Deməli, 3-cü mərtəbəyə qədər qalxa bilər. Yəni, yerdən hündürlüyü artdıqca suyun təzyiqi artır. Təzyiq artdıqca, baxın, o daha hündür mərtəbəyə qalxa bilər. Sonra 58 nömrəli testdə qabdakı maye sütunun hündürlüyü 1 metrdir. Qab şaquli yuxarı yönəlmiş hansı tərcihlə hərəkət etməlidir ki, mayenin qabın dibinə göstərdiyi təzyiq 12 kilopascal olsun. Bunun üçün, baxın, burada düstur qeyd etmişəm. P bərabərdir ρGH. Baxın, P bərabərdir ρGH plus minus A. Burada deyir ki, A tərcili ilə yuxarı yönəlir. Yuxarı yönəldiyindən biz onu yazırıq. P bərabərdir ρ vurulsun J üstəgəl A vurulsun H. Buradan qiymətləri yerinə qoymaqla təzyiqi tapa bilərsin. Məsələn, 12 kilopaskaldır, elə yazaq. 12 vurulsun 10 üstü 3 yazaq. Sonra suyun sıxlığı 1000-dir, o da 10 üstü 3-dür. H-ı bizə 1 metr verib, mötərizədə də yazırıq ki, 10 üstəgəl A. Deməli, hər tərəfdən 10 üstü 3-lər ixtisar gedəcək. Buradan alırıq 12 bərabərdir 10 üstəgəl A. Buradan da A-nı tapsaq, deməli, tərcilin qiyməti neçə oldu? 2 metr böl saniyənin kvadratı. Baxaq 59 nömrəli testdə. 59 nömrəli testdə deməli, nə verir bizə? Qablardakı mayələrin səviyyələri eynidir. Deməli, H eynidir. Baxın, yazaq ki, H1 birinci qabdakı H ilə ikinci qabdakı H eynidir. Qabların dibinə edilən təzyiq qüvvələri də bərabərdir. Baxın, mayenin təzyiq qüvvəsi budur. Təzyiq qüvvəsi bərabər olduğuna görə mayələrin sıxlıqlarını hesablayın. Məsələn, burada maye sıxlığını tapsaq, yazırıq ki, ρ bərabərdir FT bölünsün J vurulsun H vurulsun S. İndi məsələdə bizə nədir? Deyir ki, hündürlüklər eynidir. Burada hündürlüyün üzərinə xətt çəkdik. Deməli, hündürlük eynidir. J də eynidir. Və məsələdə verir ki, təzyiq qüvvələri də bərabərdir. FT də bərabərdir. Onda mayenin sıxlığı, maye yerləşən qabın oturacağının sahəsi ilə tərs mütənasibdir. Və buradan verilən nisbətin cavabını yaza bilər. Yəni, ρ1 bölünsün ρ2 bərabərdir. Sıxlıq sahə ilə tərsdir. Bura yazacaqsınız ki, S2 bölünsün S1. Buradan da S-i bizə neçə S verib? 6S. 6S-i böləcəsi 4-ə S-lər ixtisar getdi. 6 bölünsün 4 alacaq neçə? 6 bölünsün 4 alır 1 onda 5. Deməli 1 onda 5 açıq sualdır. Eyni ilə 60 nömrəli testdə deməli hündürlüklər eynidir, təzyiq qüvvələri bərabərdir. Hətta ki, belə də yaza bilərsiniz. Yəni, birinci qabdakı təzyiq qüvvəsi ikinci qabdakı təzyiq qüvvəsinə bərabərdir. Sonra buradan yazılır. Birinci qabdakı J vurulsun H vurulsun S1. Buradan da ρ2 J vurulsun H vurulsun S2. Baxın, H-a indeks qoymadı. Çünki deyir ki, hündürlüklər eynidir. H-lar buradan ixtisar getdi, J-lər ixtisar getdi. Qaldı ρ1 S1 vurulsun ρ2 bərabərdir ρ2 S2. Yəni, hündürlük sıxlıqla tərsdir. Və buradan elə həmin nisbəti yenidən qeyd edək. ρ1 bölünsün ρ2 bərabərdir S2 bölünsün S1. Buradan S2-ni bizə 8S verib, digərini isə 5S verib, S-lər ixtisar getdi. 8-i 5-ə bölüb neçə alırsınız? 1 onda 6. Deməli, ρ1-in ρ2-yə nisbəti neçə elədi? 1 tam onda 6. Sonra 61 nömrəli test. Su hövzəsində dərinlikdəki tam təzyiq, suyun deməli dərinlikdəki
Tam təzyiq suyun dərinliyindən asılı qrafiki verilmişdir. Deməli, təzyiqin hündürlükdən asılı qrafiki verilmişdir. Baxın, bu düsturdur. P bərabərdir P atmosfer üstə qədər OJ-H. Deyir ki, A nöqtəsinə uyğun dərinliyin H-ın qiymətini tapmalıyıq. Baxın, istifadə edəcəyimiz üsul H bərabərdir. Burada deməli, tam təzyiqi bizə verib 3P0. Yazırıq 3P0. Atmosfer təzyiqi P0'dır. 3P0'dan P0'ı silib, onu ρJ-yə bölürük. ρJ, ρ 10 üstü 3'dür, J də 10'dur. Burada alırıq 10 üstü neçə? Aldıq 10 üstü 4. Buradan H bərabərdir. 3P0'dan P0'a çıxsa qalır 2P0. Atmosfer təzyiqini də bizə 10 üstü 5, məxrəcdə də 10 üstü 4. 10 üstü 4'dən 10 üstü 5 getdi. Neçə aldıq? Aldıq 20 metr. Sonra baxırıq 62 nömrəli testə. 62 nömrəli testdə də eyni testdir. Yəni sadəcə qiymətlər dəyişib. Tam təzyiqi bizə verib. Yəni tam təzyiq atmosferdən 4 dəfə böyükdür. Hündürlüyü soruşur. Buradan H-ın qiymətini yazmalı. Yəni düsturu, baxın, bu düsturu qeyd edirik. Tam təzyiqə yazırıq 4P0. 4P0'dan P0 çıxılıb. ρJ, ρ 10 üstü 3, J də 10'dursa məxrəcə ilə birbaşa 10 üstü 4 yaza bilərik. Buradan da H bərabərdir. 4P0'dan 1P0'a çıxsaq 3P0, P0'da 10 üstü 5'dir. Məxrəcdə də 10 üstü 4'dür. 10 üstü 4'dən 10 üstü 5 gediriksə, burada neçə alırıq? Alırıq 30 metr. Deməli, 30 metr dərinlikdə tam təzyiq atmosfer təzyiqinə neçə dəfə böyükdür? 4 dəfə böyükdür. Deməli, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayaq. Deməli, bugün biz sizinlə tanış olduq nə ilə? Hidrostatik təzyiq, birləşmiş qablar qanunu və atmosfer təzyiqi. Bugünlük bu qədər. Sağ olun. Növbəti videolarda görüşərik uşaqlar. Sağ olun.